dəfə mən deyəndə ki, bizə təhsil lazımdır və təhsildən asılıdır. Nəinki bizim sabahki günümüz, nəinki siyasətimiz, nəinki iqtisadımız, bizim ordumuz, bizim Qarabağ məsələmiz biraz buna yanaşırlar, belə ciddi yanaşmırlar ki, yaxşı təhsildən nə asılıdır, indi əskərdən nə asılıdır, niyə lazımdır əskərə tarixi bilsin, ya ədəbiyyatı bilsin, ya şeiri bilsin. Mən həmişə bir misal gətirirəm, onu çox yerdə bilirlər. 67-ci ildə başa düşürdülər ki, ərəb ölkələri İsraillə müharibəyə başlayacaqlar və ərəb ölkələrin 200 dəfə çox tankları var, 200 dəfə çox, 200 yox, 200 dəfə və neçə min uçaq daha çox idi. Və hamısı heç kəs dünyada şübhə etmirdi ki, ərəb ölkələri İsraili darmadağın eləyəcək. Amma Amerika və Rus kəşfiyyatı qabaqcadan yazdılar, müharibə necə qutaracaq. Amerika kəşfiyyatı yazdırdı ki, müharibə qutaracaq 20 gündən sonra. Rus kəşfiyyatı yazdı ki, 18 gündən sonra. İkisi də yazdılar ki, müharibədə qalib İsrail olacaq. Baxmayaraq ki, İsrailin ordusu 20 dəfə az idi, nəinki ərəb ölkələrin, Misirin, Yordaniyanın, o birisi ölkələrin. Niyə görə? Ona görə ki, hər İsrail əskəri və zabiti 1000 qat daha yaxşı təhsil almışdı, nəinki ərəb ordularda. 7 günə müharibə qutardı. 7 günə bütün ərəb orduları hamısını darmadağın elədi İsrail ordusu. Ağıllı, bugünkü müharibəyə ağıllı əskərlər, ağıllı zabitlər lazımdır. Bugünkü müharibədə ağılla qalib gəlirlər. Əgər biz bunu başa düşməsək, biz heç vaxt qalib gələ bilmərik. Bax, bu mənim